Salamlar hörmətli izləyicilər. Payızın son ayı ən asan ay olmayacaq. Çoxları üçün bu çox stresli olacaq, digərləri üçün isə tam transformasiya, bir səviyyədən digərinə keçid və sosial statusun dəyişməsi ilə nəticələnəcək. Bu dərin duyğular, dəyərlərin yenidən qiymətləndirilməsi, keçmişlə vidalaşma və gizli imkanların kəşfi dövrüdür. Ümumilikdə payızın son ayı özünüzü ifadə etmək, vacib münasibətləri möhkəmləndirmək və vacib məsələləri həll etmək üçün bir çox imkanlar təqdim edəcək. Noyabr ayında hər kəsin həyatını yaxşılığa doğru dəyişdirmək, hobbi tapmaq və istedadlarını kəşf etmək şansı olacaq. Buyurun izləyin. Abunə olmağı unutmayın. Bu bürcün nümayəndələri payızın son ayında, hətta ən kiçik məsələlərdə belə şanslı olacaqlar. Qoçun xüsusi dəstəyə ehtiyacı olmadığı deyil, onlar öz işlərini yaxşı görürlər. Amma bəzən bəxtin sizin tərəfinizdə olduğunu bilmək xoşdur. İşinizdə xarici amillərə görə deyil, yalnız öz ləyaqətinizə görə böyük maliyyə uğurları gözləyə bilərsiniz. Bu işləyənlər üçün böyük bonusdan tutmuş sahibkarlar və biznes sahibləri üçün uzunmüddətli investisiyalardan qazanc əldə etməyə qədər dəyişə bilər. Gəlirinizi ağıllı şəkildə idarə etmək vacib olacaq. Borclarınız və ya kreditləriniz varsa, əvvəlcə onlarla məşğul olun və sonra əlavə investisiyalar barədə düşünün. Şəxsi həyatınızda ay olduqca gözlənilməzdir. Ulduzlar emosiyalara əsaslanaraq və ya ani impulslara uymayaraq qərarlar qəbul etməyi, hərəkətlərinizi diqqətlə nəzərdən keçirməyi tövsiyə edirlər. Ünsiyyətdə səmimiyyəti və açıqlığı qorumaq da vacibdir. Xüsusi ulduz falı məsləhəti, fiziki və ya emosional olsun, heç bir həyəcan verici simptomu görməzdən gəlməyin. Noyabr ayında Buğa bürcü əslində özləri ilə üzləşəcək. Düşdükləri bütün çətin vəziyyətlər onların öz yaratdıqlarının nəticəsi olacaq. Bəziləri uzaq keçmişdən üzə çıxacaq, bəzilərini isə indi özünüz yaradacaqsınız. Amma həyatınızda nə baş verirsə, bunu bilin, onu pozdunuz, onu həll edən sizsiniz. Pərdə arxası dünyanın bununla heç bir əlaqəsi yoxdur. Ulduzlar biznes sahibləri üçün çox uğurlu bir ay vəd edir. Genişlənmə variantları da daxil olmaqla yeni layihələr üçün bir çox imkanlar olacaq. Tapşırığınız ətrafınıza diqqətlə baxmaq və heç nəyi qaçırmamaqdır. Dövr həmçinin hər cür bürokratik məsələlərin həlli üçün əlverişlidir. Şəxsi həyatınızda da noyabr ayı yaxşı bir ay olacağına söz verir. Artıq ruh yoldaşını tapanlar üçün hər şey rahat keçəcək, heç bir xüsusi emosional partlayış olmadan. Hələ də axtarışda olanlar üçün maraqlı perspektivlər və ümidverici variantlar ortaya çıxacaq. İndiki çətinlik özünüz nə istədiyinizi anlamaqdır. Xüsusi ulduz falı məsləhəti, danışmaqdan daha çox qulaq asın. Bürclər əkizlər üçün çox məhsuldar bir ay vəd edir və onlar öz potensiallarını tam şəkildə reallaşdırmaq şansına sahib olacaqlar. Lakin ulduzlar sizi dərhal xəbərdar edir. Uğurun ardınca getmək üçün yenə də sağlamlığınıza üstünlük verməlisiniz. Sağlam yuxu, müntəzəm qidalanma və münasib idman gündəlik işiniz üçün 3 sütundur. 2025-ci ilin noyabr ayı öz biznesinizə başlamaq üçün əlverişli zamandır. Bu zamanın xüsusi cəhəti odur ki, birdən bunun sizin yolunuz olmadığı ortaya çıxsa belə itkilər əhəmiyyətli olmayacaq. Bu bürcdən olanlar çoxdan biznes qurmaq istəmədiklərini anlayanlar karyera yüksəlişi üçün yeni imkanlar görəcəklər və bu noyabr ayında olmasa da, çox yaxın gələcəkdə onları reallaşdıracaqlar. Şəxsi həyatınızda işlər daha sirlidir. Bir tərəfdən səma cisimləri sizin üçün əlverişli bir konfiqurasiyaya uyğunlaşıb. Digər tərəfdən sizin üçün nəyin əlverişli olduğunu və mövcud imkanlardan necə ən yaxşı şəkildə istifadə edəcəyinizi yalnız siz bilirsiniz. Buna davam edin. Xüsusi bürc məsləhəti. Bəzən özünüzə fasilə verməli və gündəlik işlərə diqqət yetirməlisiniz. Ümumilikdə ulduzlar xərçənglər üçün yaxşı bir ay vəd edir, amma bir xəbərdarlıq var. Yaxşı, amma sabit deyil. Ayın ümumi enerjisi bəlkə də həssas xərçənglərə ən güclü təsir göstərəcək. Onlar adi haldan daha şübhəli olacaqlar və bəzən sadəcə nə istədiklərini və ya bunu necə əldə edəcəklərini anlamayacaqlar. Bu asan olmayacaq, amma gələcək inkişaf üçün son dərəcə faydalı olacaq.
İş kifayət qədər rahat olacaq, baxmayaraq ki, hətta uğurla yerinə yetirilən tapşırıqlar belə adi haldan daha az məmnun edici ola bilər. Bununla belə, bəzi xərçənglər ayın ilk yarısında yaradıcı enerji artımı yaşaya və bu dalğa ilə bir neçə çox maraqlı layihəyə başlaya bilərlər. Bir çox xərçənglər noyabr ayında maraqlı perspektivləri olan həyəcanverici yeni tanışlıqlar və ya mövcud münasibətlərdə köhnə ehtirasın yenidən canlanması gözləyə bilərlər. Buna görə də ulduz falı əyləncəyə impulsiv xərclərdən çəkinməyi tövsiyə edir. Bu maddə üçün əvvəlcədən büdcə ayırmaq və ona səylə riayət etmək yaxşıdır. Əks halda emosiyalar maliyyə vəziyyətinizə ciddi şəkildə zərər verə bilər. Xüsusi ulduz falı məsləhəti, vəziyyətin sizi dayandırması ehtimalı azdır. Amma hər şey səhv gedərsə, bu dayanıb düşünmək üçün bir səbəbdir. Şirlər üçün əlverişli olan bəxt bu ay sizin tərəfinizdə olacaq, amma buna güvənə bilməzsiniz. Bəzi yerlərdə mütləq sizə kömək edəcək və dəstəkləyəcək, halbuki halların təxminən yarısında özünüz öhdəsindən gəlməli olacaqsınız. Gücünüz çoxdur və şübhələr sizə xas deyil, ona görə də buna çalışın. İşdə dəyişikliklər baş verir. Bəziləri statuslarını dəyişəcək, çox güman ki, vəzifə yüksəlişi ilə, digərləri isə mövqelərini gücləndirəcək. Burada müxtəlif variantlar var. Maaş artımından və ya səlahiyyətlərin genişləndirilməsindən tutmuş sizinlə vahid cəbhə təqdim etməyə hazır olan eyni düşüncəli insanların meydana çıxmasına qədər. Lakin şəxsi münasibətlərdə şirlər seçim etməli olacaqlar. Çox güman ki, qarşınızda bir neçə yol açılacaq, əlbəttə ki, ən azı 2 və hər birinin öz üstünlükləri və cəlbediciliyi olacaq. Lakin birdən çox məqsədə çatmaq mümkün olmayacaq və birini seçdikdən sonra geri qayıda bilməyəcəksiniz. Xüsusi ulduz falı məsləhəti. Bəzən səhvlərinizi etiraf etmək vacibdir. Ulduzlar bu ay qız bürcü üçün əlverişlidir. Əlbəttə ki, işlərin çoxunu özünüz görməli olacaqsınız. Göydən manna sizə yağmayacaq, amma əksər hallarda vəziyyət sizin xeyrinizə olacaq. Praktikada bu o deməkdir ki, əgər öz biznesinizi qurmaq və ya hazırki işinizdə yeni qlobal layihəyə başlamaq barədə düşünürsünüzsə, indi ən uyğun zamandır. Lakin nədənsə hazırda məsələni anlamırsınızsa, bu həyatınızda dəyişikliklər etməyə məcbur etmir. Ən çox ehtiyac duyduğunuz yerdə səmavi dəstəkdən istifadə edin. Bəlkə də bəzi sənədləri tamamlamağın vaxtıdır, amma bürokratiyadan çəkinirsiniz. Şəxsi həyatınız mütləq yeni rənglərlə parlayacaq. Həm tərəfdaş axtaranlar, həm də artıq münasibətdə olanlar bir çox yeni tanışlarla qarşılaşacaqlar ki, bunlardan bəziləri həyatınızı tamamilə dəyişə bilər. Bürclərdən xüsusi məsləhət. Başqalarını nəzərə almadan müstəqil qərarlar qəbul etməkdən çəkinməyin. Tərəzi bürcü üçün noyabr ayı yeni hər şey unudulmuş köhnədir şüarı ilə qeyd olunacaq. Praktikada bu o deməkdir ki, sizə hər hansı yeni, eksperimental metodlar təklif olunarsa, onları rədd etməyiniz ən yaxşısıdır. Oxşar vəziyyətlərlə qarşılaşıb-qarşılaşmadığınızı və onları necə həll etdiyinizi düşünün. Çox güman ki, köhnə yanaşmanı sözün əsl mənasında təkrarlaya bilməyəcəksiniz. Amma minimal dəyişikliklər kifayət edəcək. Şəxsi həyatınızda ulduz falı köhnə bir dost iki yeni dostdan yaxşıdır qaydasına riayət etməyi tövsiyə edir. Birincisi, bu əvvəllər nədənsə pozulmuş münasibətləri düzəltmək üçün olduqca əlverişli bir dövrdür. İkincisi, yeni tanışlıqlar nəinki faydasız, hətta zərərli ola bilər. Əvvəllər tanımadığınız insanlarla ünsiyyət qurarkən diqqətli olun. İşdə və biznesdə ay olduqca rahat olacağına söz verir. Özünüzü həddindən artıq yükləməli olmayacaqsınız. Adi peşəkarlığınız və diqqətliliyiniz kifayət edəcək. Bürclərdən xüsusi məsləhət. Ayın ilk yarısında mümkün olduqda bütün borcları ödəməyə çalışın. Noyabr ayında əqrəblər üçün olduqca nadir bir şey baş verə bilər. Bir anda onlar özünəynamlarını itirə bilərlər. Belə vəziyyətlərdə ulduzlar bunun niyə baş verdiyini anlamağa çalışmamağı, əksinə nəticələri ilə mübarizə aparmağı tövsiyə edir. İşdə ay olduqca ümidverici olacağını və əhəmiyyətli bir layihə həyata keçirmək üçün imkanlar olacağını vəd edir. Noyabr ayında etdiyiniz işin sizə əhəmiyyətli qazanc gətirəcəyinə zəmanət verilməsə də, bu şübhəsiz ki, sizə ilham verəcəkdir.
Yaradıcı insanlar bunu xüsusilə güclü hiss edəcəklər və ilhamla hərəkət edərək gələcək uğurları üçün həlledici olacaq vacib dəyişikliklər və addımlar barədə qərar verə biləcəklər. Şəxsi həyatlarında bu ay bu bürcün subay nümayəndələri üçün çox uğurlu olacağını vəd edir. Lakin artıq münasibətdə olanlar çətin bir dövrlə qarşılaşacaqlar. Ailədə güc balansı sarsıla bilər və onu bərpa etmək üçün çox səy göstərməli olacaqlar. Bürclərdən xüsusi məsləhət: özünüzə etibar etmirsinizsə, yaxınlarınıza etibar edin. Noyabr ayı çeviklik və dəyişən şəraitə uyğun reaksiya vermək bacarığı tələb edəcək. Bu anın özəlliyi ondadır ki, vaxtınızı və resurslarınızı boşa sərf edərək tələsə bilərsiniz və ya demək olar ki, heç nə edə bilməzsiniz və nəticə eyni olacaq. Enerjinizə qənaət edərək əhəmiyyətsiz məsələlərə vaxt itirməmək çox vacibdir. Bu, başqa bir şey üçün faydalı olacaq. 22 noyabrdan əvvəl yeni iş layihələrinə başlamamaq, mövcud olanları bitirmək yaxşıdır. Əgər noyabrdan əvvəl bütün boş işlərinizi bitirə bilmisinizsə, tələsməyin. Nəticə çıxarın, mənfəətinizi yenidən hesablayın və hesabatlarınızı 2 qat yoxlayın. Bürclər israr edir, Günəş bürc işarənizə keçdikdə başlayan işlər daha uğurlu olacaq. Bu bürcün nümayəndələrinin noyabr ayında gizli bir münasibətə başlama ehtimalı yüksəkdir. Bu, həm subay, həm də münasibətdə olan oxatanlara aiddir. Çoxları keçmişləri ilə üzləşməli olacaq və bu dəfə uzun müddətdir davam edən məsələləri birdəfəlik həll edəcəklər. Noyabr həm də səyahət üçün əla aydır. Xüsusi bürc məsləhəti: mühakimələrinizdə çox kateqoriyalı olmaqdan çəkinin. Oğlaqlar üçün ay karyeraya yönələcək. Çoxları məsuliyyətlərini genişləndirmək imkanı əldə edəcək ki, bu da maaş artımına və karyera yüksəlişinə səbəb ola bilər. Dostlarınız sizə gözlənilməz iş təklifləri ilə müraciət edə bilərlər. Onları dərhal qəbul etməyin, amma rədd etməyin. Onları diqqətlə nəzərdən keçirin. Bəziləri çox faydalı ola bilər. Noyabr ayında özünüzü kənara qoymamaq və ictimai və sosial tədbirlərdə fəal iştirak etmək vacib olacaq. Bugün aktiv ünsiyyət gələcək uğurunuzun açarıdır. Həmfikir insanları tapmaq və onların dəstəyini almaq, sizin üçün vacib olan sahələrdə əsas qərarlar verən insanlarla görüşmək vacibdir. Şəxsi münasibətlərdə maraqlı bir zamandır. Bu bürcün bəzi nümayəndələri dostluq münasibətlərini romantik səviyyəyə qaldırmağa qərar verəcəklər. Açıq olmaq, amma həddindən artıq etibar etməmək vacibdir. Xüsusi ulduz falı məsləhəti: ən vacib şey sağlamlığınıza qayğı göstərməkdir. Dolça bürcü üçün ulduz falı çox rahat bir atmosferlə dolu bir ay vəd edir. Heç yerə tələsməyə ehtiyac yoxdur. Hər şey təbii şəkildə axacaq. Bu, hər şeyin sürüşməsinə icazə verməli olduğunuz anlamına gəlmir. Mübahisəli və ziddiyyətli vəziyyətlər qaçılmazdır. Buna görə də böhranın qarşısını almaq üçün vaxtaşırı ətrafınıza diqqət yetirin. Erkən müdaxilə edin və zərər görmədən ortaya çıxacaqsınız. Bu ay biznes sahiblərinin uğuru yalnız öz qətiyyətlərindən asılı olacaq. Öz biznesi olmayanlar isə sadəcə şanslı olacaqlar. Həm formulyar yanaşmalardan qaçınmaq, həm də yeni həllər və mövcud alqoritmlərin optimal kombinasiyalarını tapmaq vacibdir. Romantik münasibətlərdə anlaşılmazlıqlar, buraxılmalar və hər cür qarışıq vəziyyətlər riski yüksəkdir. Həll yolu sizə və tərəfdaşınıza hər hansı bir çətinliyin öhdəsindən gəlməyə kömək edəcək səmimi və məxfi söhbətlərdədir. Xüsusi ulduz falı məsləhəti: emosiyalarınızı nəzarətdə saxlayın. Noyabr ayında balıqlar bürcünün inkişaf üçün bir çox yeni imkanları olacaq. Bəziləri peşəkar inkişaf alacaq, digərləri ilham verici bir səyahətdən zövq alacaq, digərləri yeni bacarıqlara yiyələnməyi tələb edən yeni bir vəzifəyə təyin olunacaq, digərləri isə dünyaya tamamilə yeni bir perspektivdən baxmağa kömək edəcək biri ilə görüşəcəklər və hamısı özlərində naməlum bir şey kəşf edəcəklər. İş baxımından ay maraqlı olacağını vəd edir, baxmayaraq ki, bəlkə də bu bürcün nümayəndələrinin istədiyi qədər dinamik deyil. Xüsusi bir iş yükü yoxdursa, ulduzlar fasilə verməyi və profilaktik müayinədən keçməyi tövsiyə edirlər. Şəxsi münasibətlərə gəldikdə isə bu bürc taktika və ehtiyatlılıq tələb edəcək. Bəzən yeganə çıxış yolunun kiməsə nə düşündüyünüzü dəqiq demək olduğunu düşünə bilərsiniz.
amma nəticələriniz səhv ola bilər. Səsinizi qaldırmadan əvvəl vəziyyəti diqqətlə araşdırın. Kobud sözlər vacib münasibətlərə düzəlməz zərər verə bilər. Xüsusi ulduz falı məsləhəti. Bu, ən dərin ehtiyaclarınızı tanımaq üçün yaxşı zamandır.